izləyiciləri, sizin hamınızı Azərbaycan bölgələrindən Bakının Dübəndi Qoşaqışlaq kəndindən salamlayırıq. Mənim sol tərəfimdə duran nömrə 1 Güvərçin klubunun 3-cü iştirakçısı Seymur qardaşımızdır. Famil klubun hakimi. Sağımda duran isə bizim Cabir qardaşımızdır. Seymurun da dostudur, bizim canımız ciyərimiz. Cabir, sən xoş gəlmişsən. Gününüzə gəlir, sağ olun. Seymur, Cabir də, mən də, Famil də, biz sənə uğurlar arzulayırıq. Famil, sən də, Cabir, sən də ürək sözlərinizi deyin. Başlayaq Allah'ın izni ilə. Bizim qaqamızdır, elə nömrə 1 olmalıdır. Allah onun canı sağ eləsin, uğurlar arzulayırıq, ona görə istəyənlər. Cabir, bizim yarışları izləmişsən, 2 yarışı. Yaxşıdır hər şey. Necə gedir, qaydalarımız? Yaxşıdır. Çox sağ ol, Allah can sağlığı versin. Təşəkkür edirik. Xeyirli olsun, Cabirə də uğurlar arzulayırıq. İnşallah yaxşı. Onu da qeyd eləyək ki, As Güvərçin klubunun Allah xeyirli 12 iştirakçısından biri Cabir qardaşımızdır. Biz də həmin klubda bütün iştirakçılara uğur arzulayırıq. Burada da hamısı dostumuza, başlığı elə Cabir qardaşımız olmaqla. Allah hamısının xeyrini versin. Gözəl yarışdır, gözəl bir proqramdan. Yaxşı olar inşallah, gözəl nəticələr. Amin. İnşallah. Gətir də görsünlər. Ha getdik. Erkək dügüş, haçadır, sağ qanadında göy kraska, belində də bir dənə qaççili var. Bir-iki dənə çil var. İki dənə çil var. Quyruqlara da haça qoyuruq. Haça qoyuruq. Hələ bunu haça yaz. Ed. Ax, hasa qoyuruq hə. Elə haça yaz. Amma gəldi, quşlar mamı. Görürsən nə qədər gedib bunlar. Bir dənə çoxdan gəldi. Ya bismillah. Bir saz. Amma bu 2 dənəni deyirəm. O bir dənə gəldi, biz bunu gözləmir. Deməli, peçatlanan birinci quşumuz ağ qanadı çil, sağ qanadında çinil rəngi olan Haça qoyuruq. haça quyruq erkəkdir. Xeyirli olsun. Xeyirli olsun. Ondan sonra bunu şeydir, bu yerdən qalır. Başda məlumat ver. Ağ erkək, Dolaq, dolaq, sağ qanadı, qanadında göz milyonka. Yaşıl zırh. yaşıl. Xeyirli olsun. Yaşıl zırh. Ha. Deməli, qardaşlar, onu da qeyd edeyim ki, 12 quş möhürləyəcəyim bu gün qaydalara uyğun. 12 quşdan ikinci quşumuzdur. Bismillah. Saxsağa ya. Saxsaxan əblaq, badam, maya. Zırıq quyruğu da var. Bırak deyil. Qanatlardan qəbul olunmuş bura. Sağ və sol qənadı qırmızı. Dəstə gördüyü dəvələr. 2 qanadda qırmızı yazarlar. Sağ köhnə Bunun qanadını vursan. Vuraram. nasıl olsun ha? Şu an var. Deməli, qardaşlar, protokol üzrə möhürlənən 3-cü quşumuzun cinsiyyəti mayadır. Əvlaq mayadır, dolaqdır. Daha doğrusu dolaqdan biraz artıq, badam, xırda badam. Deməli, qardaşlar, protokol üzrə möhürlənəcək 4-cü quşumuzdur. Seymur qardaşımız 12 quş hazırlayıb. Bu günlərin ayın 15-i 58 metr külək var. Qəhrəman oğlandır ki, Bakıda hər oğlan bu küləklə quşçu, yəni küləyə verməz. Maşallah olsun, quşları vermişdi küləyə, quşlardan 2 dənəsi gəlib çatmamışdı. Həyətə yarışa uçurdacağı quşuydu. Belə bir epizod oldu ki, vaxt gedir, biz başladıq quşları 4 quşu möhürləməyə. 2 quş fikirləşirdik ki, möhürləyəcəyik əlavə. Amma həmin 2 quş gəlib özünü çatdırdığına görə biz Həmin o əlimizdə 4 quşun biri də bu quşdur. Yox, Möhürlənibdir, bəli. yəni pesatı vurulub. 4 quşdan elə bil ki, burada möhürlüdür. Möhürləmişdik. Biz möhürü vuranda o 2 quş gəldi deyə əlimizi saxladıq. Çəkilişi təzədən elədik. Çəkilişi yenidən başlatdıq. Həmin 2 quş gələcək. İndi biz burada onu pesatlayacağıq Allahın izniyle. Biri gedir, biri gedir bir Bəli, birini pesatladıq, biri də gələcək. Yəni quşun Pesatlamış pesatı şəkildə. Bu da Ha, ikisi də pesat. öncədən pesatın vurduğumuz beliçil, orta şəbəkə erkəkdir. Ayağı dolaqdır. sol sağ qanadı Sol qırmızı. sağ hər iki qanadı qırmızı zilyonka. Allah xeyir eləsin. At yedi.
Deməli, şəbəkə erkək möhürlənib artıq. O edəcək qənədim. Sağ qanadında yaşıl zelyonka. Allah xeyir eləsin. Və bizim möhürümüz. Sonra salamatdır. Arkadaşlar, bayaq az öncə məlumat verdiyim kimi, quşlar gələn ərəfədə biz peçata başlamışdıq. Həmin bu ağ erkək möhürlənibdir. Sağ qanadında qırmızı zilyonka, sol qanadında isə köhnə çinil. Allah xeyir eləsin. Cinsiyyəti erkəkdir. Xeyir olsun. Çağırdı bu söhbətdə. Qardaşlar, az öncə buran çək 6 quşun möhürlənməsi haqqında, yəni rəngləri filan məlumat verdik. Artıq bizim 7-ci quşumuzdur. möhürlənəcək 7-ci quşumuzdur. Deməli, qanadı at zəhmət olmasa, qanadında yüngül yaşıl rəng var köhnədən. Quyruğu isə gördüyünüz kimi qırmızı rəngdədir. Cinsiyyəti haqqında Maya, ağ maya, dolaq nişanları barədə məlumat verdik. Pesatdan. Gətir qardaş. Olmaz. Bismillahirrahmanirrahim. Allah xeyir eləsin. Möhürümüzü vurduq. Protokola düşən 7-ci quşumuz bağmaya. Getmiş. Deməli, qardaşlar, Seymur qardaşımızın 2024-cü ildə bu həyətdə çəkmişdik. Birinci yarışında uçurtduğu qırmızı çəp erkəyin balasıdır. Bunu səhv eləmirəmsə, bacısı da 7 saat 20 dəqiqəyə gələn orta göy quyruq maya idi. Dəqiq hafizəmdədir. Yəni, mən bir şey kimi, kuşbaz kimi unutmam. Atası qırmızı çəp erkəkdə maraqlı bir hadisə olmuşdu 2024-cü ildə. Erkək özü 9 saat 20 dəqiqəyə gəldi. Balası 7 saat 20 dəqiqəyə özündən 2 saat tez gəlmişdi. Bu mayanı da qardaşım üçün keçən il bu həyətdə maraqlı bir faktordur ki, elə bir yerdə burada quşlara baxırdıq. Keçən il mən kəsdim, saxladım. Seymur üçün ki, bu quş qalsın. Xatirə indi gəldi, qismət oldu yarışa. Allah xeyir eləsin. Cinsiyyəti mayadır, morəblər. Qanadlarının altı hər iki qanadı sirnel rəngidir. Baxın. Ayağı, dügüş filan o barədə özün məlumat ver. Dügüş. Allah xeyir eləsin. Maraqlar qayas. Quyruqların içi. Qənədi gör. Bismillah. Xeyir olsun. Peçatını da göstər. Xeyir olsun. Maya, morəbləq maya bizim protokola düşən 8-ci quşumuzdur. Hər iki qanadı Çeynir. çinil. bu da həmən quşun balasıdır. Yaxşı quşun. Gələn ağ dolaqla. Bir dənə bala uçurduram da əli bir. İndi məlumat verirsən, çəkirsən qardaş. Deməli bizim protokola düşən 9-cu quşumuz. Sağ qanat gördüyünüz kimi sürtmə çinildir, biraz açıq rəngdir. Düyüşdür, cinsiyyəti barədə Maya. maya. Ağ bala. Baladan qızma, kürən maya. Aprel balasıdır. Allah xeyir versin. Xeyir olsun. Protokola düşən 9-cu quşumuzdur, möhürlənir. Ya bismillah. Möhürü də çək. Allah xeyir eləsin. Məlumat ver. Göstərsinlər. Sinəsi Ağ maya, badam, Gözləri də sarı. Üç göz. şüşə göz. Badamı ya. adam. Protokola düşən 10-cu quşumuzdur. Allah xeyir versin. Deməli, ya sinəsi çirnil, hər iki qanadının altı. Yox, qanatı yox. Sinəsidir. Qanadlar. Can. Özüm. Onu da külə yapamışdı. Dolaq maya. Deməli, protokola düşən 11-ci quşumuzdur. Qardaşlar, ayağı dolaq, ağ mayadır. Quyruqları isə fiolet və çalan çinelli. Xeyir olsun. Bismillahirrahmanirrahim. Məlumat ver. Məlumat ver. Sonra kim gəlir? Deməli, protokola düşən 12-ci quşumuzdur, son quşumuz.
Orta göy quyruq. Sağ qanadı Quşları çelinir. çinli. Siyasi məlumat. Xeyir olsun. Təpə çatdıraq. Bismillahirrahmanirrahim. Günəşli bu. 30 dərəcədən aşağı oldu, Xeyir bulutlu olsun. oldu. Uğurlar. Günlərim 15.07.2026-cı il, 15 iyul 2026-cı il. Cabir qardaşım yanımdadır. Hər şey şəffaf, Kamil təmiz. burada, Seymur burada, şahid oldular. Bax, quşlar möhürləndi, protokol bağlandı. Ayın 17-si Allahın izni ilə, biz deyən yox, Allah deyən olsun. İnşallah Hava dəyişikliyi olmasa bir inşallah problem start olmasa verəcəyik. inşallah böyük ehtimal yəni quşlar uçurulacaq, İnşallah. start olunacaq. İnşallah ki uğurlu düşərli olsun, hava şəraiti əlverişli olsun. Heç bir maniyə, problemlə üzləşməyək. Sənə uğurlar arzuluyoruz. Uğurlar olsun. Elçin, Biz bir dəfə də bayaq qeyd elədim, bu həyətdə gözəl uçuşların şahid olmuşum və mən çox böyük əminlik var ki, məndə biz burada yenə gözəl uçuşların şahidi olacağıq. Söz sizdədir bu qardaş. qrupda qeyd Bəli. edim ki, ən çox xoşuma gələn qaydalardan biri bu quşu əvvəlcədən hesablamakdır. Quş ona görə ki, Bəli. bizim qrupda indi gələnindən biz də ona düzəliş verəcəyik. Quş Bəli. stresə düşür, hesab Bəli, olur. As gəlsin klubunda. Yəni 2 gün öncədən Çox bizim gözəl qanun qaydadır, Bəli. bəyənilsin. Hər şeydə 25 yəni bənddən ibarət qaydadır. hər şeydə yəni burada kişilərin Deməli gözünün qayda qabağında nədən ibarətdir? Qısa ilə məlumat da verə bilərik. Bizdə belədir. Quşlar start olundu. Saat 8-dən 9-a kimidir. Açıq günəşli 30 plus. Yəni kölgədə 30 plus olanda günün altında hər kəs bilir ki, daha yüksək temperatur olur. Günəşli açıq hava şəraiti olmalıdır. Quşlar mənzilindən çıxdı. 1 saat ərzində yəni quşun bağlanmaq yerinə, məkana eniş etmək şansı var. Quşlar yerindən start olundu, 8-də bağlandı. quş yerindən Kəsik sağda gələn quşlar düşür məsələn. ağır gəlişi olan quşlar var. Amma gəzməmək şərti. Gəlməməkdə gəlib qayıtmamaq. Gəlib qayıtmamaq, gəlib aşağıda qalıb yanında. Quş var ki, yavaş-yavaş gələ bilər, sən onun Bu necə yəni üçün, haqqına bəli. girmək olmaz eyvah. Yəni Allahın izni ilə gəlsin. quşlar var ki, gəlir məsəl üçün Yox, görürsən. taskalayan quşlar heç də vallahi. O belə qaydalarımız var. Sonra məsəl üçün ilk dəfə protokola biz gətirmişik. Əgər sənin quşun 7 saat, 6 saat, 5 saat Allah bərəkət versin, uçub gəlir. Bizdə rəhlər gördünüz də, yəni rəhlər məlumdur. Orada heç bir quş yox. Hansısa bir quşu rəngindən öncə əminik ki, bu ağ erkəkdir, quyruqlağı qırmızı tutaq. Rənləməkdə səbəb. Onu qırğı vurdusa, vurduğu dəqiqədə quş sabit gəlirdi. O da gəlir. Dayandırılıb O da onun gəlir. saatını da qeydə alırıq. Ha, zor. Yəni mümkün qədər çalışmışıq ki, iştirakçıların hüquqları qorunsun. Qəşəng bəyənilsin. Teymur, sənə bir daha uğurlar arzu. Onu da qeyd edeyim ki, möhürləmə bizim prosesində klubun mənlə bərabər Kamil qardaş və Rəşad qardaş hakimlər yanımdadır. Digər hakimlər Novruz, Təşəkkür və Mehman kişi burada yoxdur. Onları da salamlayırıq, unutmuruq. Allah hamısını cansın. İnşallah Seymur növbəti 2 gündən sonra uçuşunu görüşərik. Sağ ol, minnətdarım. İnşallah yaxşı nəticələr gözləyirəm. Amin. Yaxşı olar. Ürəyincən olar inşallah. Bismillahirrahmanirrahim. Deməli, qardaşlar, 21 iyul 2026-cı il Dübəndi kəndindəyik, Qoşa qışlaqda. Bizim Seymur qardaşımızın yarış quşlarıdır, peçatlı quşlar, rəhli quşlar. İnşallah Allahın izni ilə saat 8 tamamda start eləyəcəyim, Allahın izni ilə. Növbəti yuvruya qardaşlar. Deməli, növbəti quş orada da bizim 7 quşumuz bu himdə idi. 5 tane. Allahın izni ilə 5 quşumuz da buradadır. Onu da nəzərə çatdırım ki, orada bir quş kəsik idi. Ona görə say 8 idi. La 5-i də qeysək də Bəli, yuxarı, hə? burada da 5 dənə quşumuz Allahın izni ilə peçatlı quşlarımız buradadır. Start olunacaq Xeyir inşallah. olsun inşallah. Allah xeyir eləsin. Maşallah. Qalxıqlar 4. Biri düşdü. 6.
Getdi. Ya Allah, ya Bismillah. Allah Mehmet ya elə. Xeyirli olsun inşallah. Bırak o birisiləri də. Yo yo. O Niye? 7 dənə start olsun. Biraz geçsin sonra bırak. Maşallah, maşallah, maşallah. La ilahe illallah. Kuşu göydə saxlayan Allah. Allah xeyir eləsin. Ya Allah. Ya Allah, ya Bismillah. Lan ne yaxşı düşdü. Xeyirli olsun inşallah. Bunlar da erkəklərdir. Allah xeyir versin. Allah xeyir versin Seymur. Maşallah. Allah xeyir versin. Amin. Yerleyebilirsin, yerlensinler. Gedəcəklər. Ya, Gedəcəklər, dama düşən deyirlər. Yetkiler gedecekler. Yok, o yetkiler değil, 5 tane değil. Bunlar yaxşı oturacaq yuxarı. Çəkdin aşağı. Çəkdim ha. Erkəklər də çək. Burada otururlar. Təşəkkürlər. Bana kimi Ya. Burada ne yok? Ana burada. Bəs o kuş, oradakı kuşlar gəlib burada dayanıbsınız da, maraqlı bir şeydir. Marabi. Oradakiler burada işte. Ha, buradakılar gelir ora. Hele o kuşlar kara kuyruk hele o hele de. Ay, elə deyil. Ayday, mənə bax, quşdağı mən sərciyim. Quşlar buradan bura bax, arxadan ribok götürəcəklər. Yuxarıdan gəlib duracaqlar evin üstündə. Ne oldu? Kimsən? Yo, tutmayla, qalsın. Təşəkkür ederim. Vəziyyət nədərdir? Şükür Allah üstü. Deməli bir quşumuz 3 saat neçə dəqiqəyə gəldi? 37 37 dəqiqə. 4 dənə də quşumuz 4 saat 4 saat yarımda gəlirlər, görsənirlər. İnşallah yaxşı olur mənim fikrimcə. İnşallah. Hava da istidir, təmizdir. Uçurlar quşlar. Allah xeyir versin. Amin. Maşallah əladır. Yaxşı uçurlar, yaxşı nəticədir. Birinci quş 3 saat 37 dəqiqə uçur. 4 dənəsi də yaxınlaşır. 4 dənə də onun üstündə var. Yəni əla, hava da istidir, 30 dərəcənin üstüdür. Canlımız da var. Elçin müəllim canlı var. Görsət qardaş. Söndürməmək şərti ilə axıra kimi. Süpərdir. Köşün necədir? Əsl istədiyimiz simi gəlir və biz yəni belə bir şey istəyirik. Quş qaydasında uçsun, quş kimi uçsun. Və aşağı yuxarı eləməsin. Gəlsin səliqəli, uçsun, düşsün. Əmoğlu da burada əziyyətimizi çəkir. Allah canı sağ eləsin. Sağ olun, çox sağ olun. Deməli bir quşumuz düşdü dama. 13:44'dü. Deməli 3-cü, 4-cü quşumuz düşdü. 6 saat 12 dəqiqə. Beşinci kuşumuz düştü.
Altıncı kuşumuz düştü. 6 saat 13. O zarar elədi bu. Hamısı düşdü bu. Yox, bərabər sağ. Belirli qalır. Hamısı da. Ay koyuyor. Ay koyuyor. Deməli 7-ci quşumuzdur. Düşdü Navesə. Deməli düşdü bura Navesə. Quşların da yeri var bura. Deməli 7-ci quşumuz Navesdən qalxdı, düşdü hasarın üstünə, oradan da. Deməli 8-ci quşumuzdur. Enişə hazırlaşır. Deməli 8-ci quşumuz. Lazımdır tutmurlar sen. Yox, narahat olma. İnşallah olsun. 6 saat 26 dəqiqə. Maşallah Seymo. Əla. Belə çəksin, mən deyəcəm. Gel buraya. 3 tane. Güzel dur sandala durun. Maşallah 9-cu quşumuzdur. Maşallah 7 saat Maşallah olsun. 41 dəqiqə. 9-cu kuşumuz Ay maşallah. 7 saat 41 dəqiqə. Aldı 3 tane. 7 saat 41 dəqiqə. 9-cu quşumuzdur. Maşallah senin olsun. Çok sağ ol. 9-cu kuşumuz 7 saat 41 dəqiqə. 3 tane. Deməli göydə 3 göyərçinimiz qalıb. Üçü də görsənir. İnşallah onları da çəkib təqdim edəcəyik. Xatırladaq ki, nömrə 1 göyərçin klubu Seymur Dübəndidir uçurdan. 8 tamamda start verib 9-cu quşudur. İnşallah onları da təqdim edəcəyik. Düşsünlər. Sağ salamat. Hə, Seymur, 9-cu quşundur, 7 saat 41 dəqiqə. Maşallah olsun, əla. Sağ ol, var. Çox gözəl nəticədir. 3 dənə də göyərçinin yuxarıdadır.
7 saat 41 dəqiqəni aşırdıblar. İnşallah 8-dən 9-dan gələrlər. İnşallah. Təbrik edirəm səni. Sağ ol, var. Qardaşlar, hamını salamlayıram. Bu gün Dübəndidir, Seymurgildəyik. Maşallah quşları əla uçur. Bizə necə lazım? Yəni Bakı quşlar necə uçur? Yerinə gedəndə oynaya gedir, yerində oturub uçur, yerində, dərində. Yerində də çıxırlar, xırda qənətlə gəlirlər. Maşallah olsun. Əla Seymur. Allah canı sağ eləsin. Allah malına mülkə bərəkət versin. Yəni bu gün biz ləzzət aldıq. Həqiqi mənada, yəni zövq aldıq. Maşallah olsun. Allah hamıya qismət eləsin. Belə uçuşlar, belə quşlar var olun qardaşlar. Aleyküm salam Şəbri, xoş gəlmişsən. Şuradan biz 9 yarımı bir dəqiqə kesib maşallah yanlara gəlmişdir. 3 dənə qalır, biri düşür, gəlir, ikisi də yuxarıdadır. Hamı yığılmasın da bura heyvan kimi uyub eləyər. 9 saat yarımı keçib, 9 saat 1 dəqiqədir. Maşallah. Rahat götürün. Bayağı oynadı da görmedim. Bayağı yukarıda oynadı. Diyeyim ona yaxşı oynamasın. Bir tane de oynadı. Qəşəng. Çizir. Qəşəng. Sana varım. Maşallah. Maşallah. 9 saat 32 dəqiqə. Maşallah. Gəldi. Ay sağ ol. Onun başını silkələdi. Aşamalı etməm. 10-cu kuşumuzdur. İzləyicilərə də deyək 10-cu kuşumuzdur. 9 saat 32 dəqiqə. Maşallah olsun 2 kuşumuz da gəlir. Baxın, bir dənəyə baxın. Of, köməcik. Bir dənəsi gəlir. Of, köməcik. Mor gəlir. Tek gəlməklər ya. Başın silkələdi. Ağzını açdı. Ay Seymur. Bir dənə. Sən oradan kes köməcini gəlir. Unutmasın. Sonra Yaxın gedirlər, heyvan qoyur. 2 dəqiqə gözünə gəlsin. Kimin ürək sözü var? Əla. Bax mən demək istəyirəm ki, bax quş 30 dərəcə istidə uçur. Tərtəmiz havada, quş qaydasında 3-4 saatdan bir, 2 saatdan bir, elə olub 1 saatdan bir də görsən. Çıxıb yerindən yarım saata gəldi düşdü. Sonra nə o yanlıq eləyib, nə bu yanlıq eləyib. 9 saat 32 dəqiqə 2 dənəsi də var. Biri yarım ovadan aşağıdadır, biri də yarım ovadan yuxarıda. İnşallah onlar da 10 saatı tamamlayacaq. Əla nəticədir. Bizə də ləzzət eləyir, bu qədər izləyənə də ləzzət eləyir. İnşallah YouTube-da da, TikTok-da da paylaşacağıq, onlara da ləzzət eləyəcək. Elə deməli 13 dənə iştirakçımız qalıb. İnşallah onlara da bu bələnçi ilə nəticələr alacaq. İnşallah. Bələ, bundan da artıq. Hələ beləsi olsun lap əladır. Salım onu ölçməli. Seymur maşallah olsun Seymur. Sağ ol, var olun. Allah köməyiniz olsun. Əziyyət çəkirsiniz. Su var. Diyan qopidən çəksin, onu çəkilişə. Deməli qardaşlar, 2024-cü ildə bu həyətdə Seymur 50 saat nəticə göstərmişdi 10 quşa. Həmin günü küləyin sürəti normadan artıq idi. Mən Seymur qardaşıma dedim ki, küləkli hava şəraiti quşların uçuşuna mane oldu. Mən o vaxt bu potensialı görürdüm. Yəni bu quşların babasını Seymurla mən birlikdə 9 saat 20 dəqiqəyə yendirmişdik. Keçən ildə o quşun bir balasını burada qardaş yana həyətdə kəsmişəm mən. Həmin quş da göydədir. İndi Allahın izni ilə gəlib eniş eləyər, çəkərik. 9 saat yarım. Bu 9 saat 32 dəqiqə ilə gələn heyvanın özəllikləri haqqında mən. Baxırsınız qardaşlar, sinə enli, baş danqabaş, arxa görürsünüz, dik skeletində, ayaqlar dolaqlı, bəzi bölgələrdə qalın dolaq, keçə dolaq da deyirlər. Biz dolaq deyirik Bakı ərazisində. Quşun özəlliyi var. Bu da quşun peçatı,
9 saat 12 dəqiqəyə gələn quşu, 9 saat 32 dəqiqəyə gələn quşumuzun peçatı. İndi mən canlıda da bu quşu göstərəcəm ki, yəni 20 dənə quşun içindən 12 quş uçurdub belə quş saxlayan qardaşlar var. Seymur həqiqətən əziyyət Halal olsun. On xeyir versin. Mən bu gün bir daha iftixar hissi keçirdim ki, yəni bu quşları meydana çıxartdım. İkinci dəfə nümayiş etdim. İnşallah növbəti illərdə arzu edirəm ki, elə 10 quşu 9 saatla yeniləyəsən. İnşallah. Bax bu qaydada. Biz istəyən şəkildə. İnşallah. Yerində yəni o quş dizgisindən. Bəli. Gedək orada canlıdakı qardaş. Maşallah. 11 saat 10 dəqiqə. Maşallah olsun, qaldı bir göyərçinimiz. Deməli, əziz nömrə 1 Göyərçin klubunun izləyiciləri, Quşbaz Cəmiyyəti, bu günlərim 21.07.2026-cı il Seymur qardaşımızın quşlarının uçuşu keçirildi. Birinci quşumuz 3 saat 37 dəqiqəyə gəldi. Son quşumuz 11 saat 10 dəqiqə ilə finiş qeydə aldıq. Bir quşumuz isə 12 saatı da keçdi. Sadəcə uçuş pozulduğuna görə, yəni həmin quşun uçuşu ləğv olundu. Amma yaxşı müsbət hal o idi ki, 11 quş birgə 5 saatı keçdi, 10 quş birgə 6 saatı keçdi. Yaxşı saatlar oldu, 7 saatı, 9 saatı, 11 saatı keçən quşlarımız oldu, maşallah olsun. Ümumilikdə Seymur qardaşımızın nəticəsi 71 saat 43 dəqiqə Ya maşallah. qeydə alındı. Maşallah olsun. Eyvallah. Seymur, Allah xeyir versin. zəhmət olmasa gəl bura qardaş. Əyləş, bir quşun uçuşunu ləğv eləmişik. Bir quşun da tez gələn quşun, ilk quşun, 2 quşun foriya salınıb deyə sənin toplam saatın 71 saat 43 dəqiqə təşkil edir quş qaydasında. Bir narazılığın yoxdur bizdən, komandadan. İtirazın zaten. Etirazın var. Allah kömürünüz olsun. Çox sağ ol. Sənin də halalın olsun. Biz də səni təbrik edirik. Yaxşı nəticədir. Quşların əla uçuş həyata keçirdi. Təəssüf ki, son quşun uçuşu pozuldu. Biz onu ləğv elədik. Düzdür. 12 saatdan da nəticə təşkil edirdi hardasa. Amma yəni qaydadır. Protokolla getməliyik. Elə bilirəm ki, heç bir etirazın yoxdur. Narazıçılıq da ola bilməz. Biz səni yenə də təbrik edirik. 71 saat 43 dəqiqə. Allah xeyir eləsin. Təşəkkürəm. Sən də bir söz deyin. Mən də salamlayıram hamını. Deməli, bugünkü yarışımız uğurlu keçdi. Gözəl nəticələr oldu. Allah xeyir versin Seymura. Seymur, təbrik edirəm səni. Gözəl nəticədir. Maşallah olsun. İnşallah gələcəkdə bundan da artıq nəticələr görərsən Allahın köməliyi ilə. İnşallah. Hamıya uğurlar arzulayıram. Sağ olun. Sağ ol.